həqiqətən bu şəxsiyyətləri sözləri ilə tanımaq olar. Deyir, rəhmət çeşməsiyik. Rəhmət. Həqiqətən İmam Hüseyni tanımaq istəyirsinizsə, gedin hələ Kərbəlada onun o mərhəmətli, nə qədər mərhəmət göstərirdi. Orada bəzi insanlar var idi ki, üzüm tuturdu onlara, deyirdi, qayıdış eləyin. O bilirdi, o bir nəfər gəlməklə İmam Hüseynə bir şey olmayacaq, onsa şəhiddir. Ona yazığı gəlirdi. Bəzi var, deyirdi, qayıt. Bəzi vardı, özü ayaqları ilə getdi evinə. Abdullah ibni, bir şəxs var idi, Hürr ibn Cofi. Gəldi evinə İmam Hüseyn ağa, özü deyirdi, gördüm Əli Əkbərlə gəldi, Əbəlfəzlə gəldi, dayandı deyir evimin qapısında. Dedi, sən gəl qoşul bizə, gəl qoşul bizə, bədbəxt olacaqsan. Dedi ki, özüm gələ bilmərəm, atımı verim, qılıncımı verim. Dedi, atımı neynirəm, qılıncımı neynirəm, bir atla mənə nə olacaq, qılıncla mənə, sənə görə gəlmişəm. Gəlmədi. Gəlmədi. Həzrət İmam Hüseyn ağa əzəmətli şəxsiyyətdir. Əgər onu ilə ünsiyyət qura bilirsinizsə, xoş halınıza. Nəsə var deməli. Aqibət bir xeyr olmaq üçün nəsə var. Və İmam Hüseyn elə bir şəxsiyyətdir ki, insanlar onu sevir. Mən bir dənə hadisə danışım sizə, asla zikir müsibətə tərəf üst tutum. Allah rəhmət eləsin o alimə, Ayətullah Xansari var idi. Bir nəfər deyir, gəldi, deyir, yaxınlaşdı ona, dedi, sənə bir dərdim var, dərdimi danışım, dedi, danış. Dedi, qardaşım abır-həyamızı töküb. Qardaşım abır-həyamızı töküb. Etmədiyi pislik və etmədiyi günah qalmayıb. Başladı saymağa. Dedim, mən daha işim yox. Saydı, dedi, məndən nə istəyirsən? Səndən bir dənə istəyim var ki, bir dənə neynə, hə? Çağır onu nəsiyyət elə. Baxdı ona, dedi, vallah, bu sözləri ki, sən mənə düdün, nəsiyyətin yeri yoxdur. Mən nə danışacağım ona ki? Amma bir dənə yol bilirəm. Alınsa o olsa, gətirin nəsiyyət eləyərəm. İnşallah xeyri var. Ümid odur. Dedi, nədir? Dedi, bunu götürün, aparın Kərbəlaya. Əgər gəldi, çatdı İmam Hüseynin ərəminə. Gördünüz ki, gözündən bir damla yaş düşdü, bu mənə kifayətdir, mən nəsiyyət eləyəcəm. Dedi, ağacan, bunu mən necə aparım Kərbəlaya? Heç getməyi də istəmir. Dedi, da qalıb sözə, gedin. O sizin qardaşı, o sizin. Bir gəldi, yaxınlaşdılar buna ki, filan kəs, bəli. Gəl gedək. Dedi, hara? Kərbəlaya. Güldü, ələ saldı, deyir. Mənim Kərbəlada nə işim var? Yalvar, yaxar, axır 1000 dənə sözdən sonra da hirslə, nə ilə axır, digə gedək. Əl çəkmirsiniz ki, məndən əl çəkmirsiniz. Bəzi vaxtlar İmam Hüseyin bizdən əl çəkməz ki. Əlimizdən tutur da. Biz islah olmaq istəmirik. Gəlir ələ evimizə. Əl çəkmirsiniz məndən, deyir, gəl gedək. Gəldi, deyir, çatdıq Kərbəlaya, qardaşımın deyir. Deyir, valla deyir, orada deyir, dükanları gezirdi, gülürdü, danışırdı. Axı bitər, deyir, saldıq onu, deyir İmam Hüseyin hərəminə. Bilmirəm nə baş verdi. Bunu gedib gələndən sonra qardaşı ilə gəlib indi təzdən Xansariyə danışırdı. Dedi, bax, belə hadisələr olub, gəl danışaq sənə. Dedi, buyur, danışın. Deyir, bir də saldıq onu hərəmə. Elə ki, İmam Hüseyini hərəminə saldıq. Deyir, girən kimi içəri bir halına baxdım, değişdi, gördüm, başını saldı aşağıya. Başını saldı aşağıya. Bir addım ata gəldi İmam Hüseynin hərəminə tərəf. Nəzərə alın, bir dənə o günləri yadınıza salın, gedir düza İmam Hüseynin hərəminə. Neçə vaxtı gedə də bilmirik ki. Hələ buradan indi evinizdən salam verin də. Əssalam, bir dənə salam verim, danışım da. Əssalamu aleyk. Yerimizə salam verim. Mən günahkar bəndə, mən kiməm ki, salam verim yerimizə, amma daha bağışlıyız. Əssalamu aleyk. Ya Əbu Abdillah Əl-Hüseyn. Ağacan salamımızın cavabını aldısa bir nişanən gözümüzdən gələn yaş olar yəqin. Deyir, gəldi elə ki, həmən şəxs çatdı. Zərihə çatanda qardaşı deyir, vallah ağa, gördüm ki, elə ağlayır, elə nalə çəkir. Nə oldu buna bilmədik. Ayətullah Xansari orada qayıtdı ki, şükür Allaha, gətirin nəsiyyət edeyim. Qayıtdı ağa, nəsiyyətə ehtiyacı yoxdur ki.
Niyə? Deyir, elə o hərəmin yanında Allahla vədələşdi ki, bir də günah eləmərəm. O adam alim danışırdı ki, bu sonda şəhid oldu. Gələndən sonra da ilahi yolda davam elədi.